Herkese salam dostlar. Bugün size düzelttiğim evi göstereceğim. Yadınızdadır ki o gün ben birinci mertebəni göstermiştim, necə eləmişəm, ama ikinci mertebe kalmıştı. İndi isə sizə ikinci mertebe necədir onu göstereceğim. Ve bəli dostlar, ev 2 mertebeli olmağına bakmayın. Təkcə mənim otağım var da, bir də bu falandı. O kadar da otaqlar ve gəlin sizə bir göstermeye başlayayım. İlk önce gelin yatağından başlayak. Ama ondan evvel kanala abone olmayı ve videomuza like atmayı unutmayın. Bəli dostlar, belə bir yatak mən buraya koydurmuştum. Belə mavi renklerde çok yaşank görünür diye düşünürüm. Bax da belə da olur. Ona göre de bunu seçmiştim. Belə bir perde koydurmuşam buraya. Bu da mahnı çalardı. Bak mesela belə bir mahnı var. Gel oynayalım. Dın 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 dın. Dın. Bir de böyle var. Böyle var. Sonra da bence en geçen gibi buraya gelmez. Neyse böyle artık dayandık. Yani böyle bir denendi. Burada böyle bir şkaf var. Bunu başa takmak üçündür. Bu da bunu bilmiyorum. Bunu niye buraya koymuşum sözüm de bilmiyorum. Neyse. Bu da benim bu yüze vurmak üçündür. Evet, dükkanda öyle yazılmış. Böyle bir şeydir. Ay, telefon yere düştü. Bu arada benim 2 tane telefon var. Bir YouTuber telefonudur. Yani blog eləyəndə falan. Bir de böyle sade işlettiğim telefon. Ve ben burada pembeye ait olanların hamısı, bütün köynəklərim buradadır. Bu da benim en sevdiğim köynəyim. Dərsə gidəndə giyinəcəyim. Bu başa takılan şeye size hiç bakmayın, onu öyle bir koymuşum. Neyse, böyle burada bile qara ağ köynəklər var. Bakın ben buradan en sevdiğim durun böyle bir bu var. Bak bunu ben çok severim de. Bence çok geçen bir köynəkdir. Bu arada özüm düzeltmişim. Neyse. Bu şekilli batımla çekip koymuşum. Bunlar da bu giyimlerin şekillerde. Onların orada ne işi açmayı bilmiyorum. Bunu da özümdü. Ve belki buraya. Burada bir de böyle bitki koydurmuşum. Geçen görünsün diye. Bu tarafta böyle istedim. Bunun içine bitkiler falan yerine koyun. Bir daha da geçen görünsün. Onu yüksebilir. Burası biraz bir saf bilirim. Onu da düzeltirim sonra. Ve böyle bir kamera yeri var. Bakın buradaki çektiğim şekillerde olduğuna ait. Gelin mesela çekeyim. Yani çekelim. Mesela böyle de var. Böyle de olur. Seçirsen. Nasıl diyek ki böyle. Gece pijamasını çekelim. Ya da böyle. Böyle efektler olur. Buradan da böyle onları özünüz seçirsiniz. O da oyunda. Bu arada bunu da pulsuz veriblər. Yani hediye kimi. Neyse bunları bir dəfə bu yaxşıdır, bunu saxlamaq olar. Durun. Bunu ora. Yaşan görünür. Girdi. Allah. İndi burada da böyle bir oturma yeri var. Yani video çəkəndə sizə nəsə göstərsin əgər. Böyle içməli bir şey var. Sistemdə da 2 daha var. Bir de bu da benim şey telefonumdur ve hatta da gidebilirim. Bir de çok üzüldüm. O düştü. Neyse indi seçer yeri. Bu böyle değil ki. Bu arada düzü bence o birisi rengi daha geçerli ama. Neyse bezdim. Böyle dostlar yani böyle. Bu makyaj seti yeni almışam, çok geçendir. Bakın hatta bu kutudan çıkmıştı. Buraya koymuşam ki. Buraya yani benim şey otağımda. Necə deyim, YouTuber otağı kimi. Böyle aynalar var, makyaj edirəm. Həmişə hazırlaşıram sizin için video çəkəndə. Ve böyle videolar gez gələcək. Yani çok vaxtım olmur. Ama yani de atmağa çalışacağım. Neyse. Burada ayak yoludur. Ve böyle bu köynəyin niye burada ne işi var? Ben de bilmiyorum. Onu ya da bunu bir yaparım yeniden. Yani. Ay geldim. Neyse ya dur ne? Tamam. Belki de bunu giyeyim. Aslında olar. Niye olmazsın ki? Yani bunu giyelim gelin. Gözleyin sizin geliyor. Böyle dostlar ben geldim. Bakın bence böyle daha geçenli oldu. Yani eğer bana sorsanız böyle daha güzel görünürüm. Oh yeah. Neyse. Yani böyle bura çimende giyinmək üçün falan paltarlar. Bir de böyle bir makyaj set almışam. Niye böyle üzerinde görünür?
Heç soruşmayın çünki mən də bilmirəm niyə belə olur. Yəqin ki bug'dır. Nəysə, notifikiya verməyirsiniz bana belə bir yer. Bunu da mən asmışam. Burası mənim canım itimin Leo'nun otağıdır. Leo takipçilərimiz salam dedi. Bəli, o salam deyir. Salam necəsiniz falan deyir. Bəli, yaxşıdır tamam. Sən yat burada. Nəysə, belə bir dənə balkon var. Bunu da istəyirəm düzəltdirim. Amma bilmirəm də nə qoya bilərəm dostlar. Yorumlarda bildirin də. Buranı necə bəzəsəm qəşəng olar sizcə? Bilmirəm də necə bəzəyim buranı, necə olsun. Baxın, bu divarları mən yerə rəng istəyirəm. Heç mən də bilmirəm. Nəysə də gələn dəfəyə düzəldərəm. Və belə dostlar, yəni ikinci mərtəbəm belə idi. Yəni videoda buranı göstərəcəydim. Bir də bacıma ev eləmişdi. Yəni o gün mənə dedi ki, sən yaxşı dekor eləyə bilirsən, gəl mənə də dekor eləyim. Mən dedim ki, yaxşı, təbii ki də kömək edərəm. Bu arada bacım məndən balacadır. Onun da adı Lilidir və bəli, bir də onun evini göstərəcəyim sizə. Onu da gedək, evini də göstərim. Bəli dostlar, gəldik. İndi kurtkamı geyinim. Nədə geyinməsəm də var. Baxın, bu da mənim iş çantamda, işə girəndə falan götürmək üçün. Nəsə, geyinim ki, hava o qədər də soyuq deyil. Çox da yaxşı da deyil. Ona da bunu yazayım. Nəsə də, bir də heç kurtka geyinməyəcəm yəni. Dəniz ortada vaxt ayırdım videodan. Onu da gələk, onu da göstərim. Bu arada ona da mən kömək eləmişim aynı zamanda, xəbəriniz olsun. Və bəli dostlar, onun da evi belədir. Hələ ki düzü o evdə deyil, yəni Lili evdə olmadığı üçün ancaq mən göstərəcəm. Dediyinə görə gedib də bazarlığa itinin özüylə götürüb ki, içinə də nəsə oyuncaqlar falan olacaqmış deyə. Ona görə də bəli, onun da iti var. O iti üçün özəl belə bir dənə otaq eləyibdir. Mənim kimi. Nəysə, bəli, burası ayaq yoludur. O belə də eləyibdir ayaq yolunu. Daha doğrusu, yəni məndən soruşmuşdu. Mən də belə tövsiyə eləmişdim. Neyse, burası da həm yəni iki otağın birləşməsi kimi bir şeydir. Həm yəni mətbəxdir, həm də qonaq otağıdır. Çünki yəni o özü balaca ev istəyirdi. Hətta bu gülü dur bura qoyaq. Və mən də dedim ki, balaca ev olaraq bunu seç. Gül niyə orada dayanmır? Neysə də balaca ev olaraq bunu seçməsini dedim. O dedi ki, yaxşıdır. Çünki həm də mən ondan daha böyüyəndə daha təbii ki, mənim dediyim eləməlidir. Mən ondan böyüyəm. Neysə, gəlin. Burası da onun yataq otağıdır. Doğudu böyük. Və böyləsilə tam doldurmayıbdı deyə gedibdir bazara vermə. Baxın, burası da boşdur. Həm paltar almaya gedəcək, həm də buraları falan əşya almaq üçün. Baxın, burası da boşdur. Daha dünən düzəltdirmiş evini. Yəni belə. Bəli dostlar, onun da evi belə idi. Sonra gəlin biz evimizə geri gedək. Bəli dostlar, son olaraq sizə birinci mərtəbəni necə bəzəmişəm onu göstərəcəyəm. Baxın, birinci mərtəbəni mən belə bəzədim. Düzdür, yemək bitibdir. O gün şeydir, yəni dünən çoxlu qonağımız olmuşdu deyə yemək də bitmişdi. Hətta nə qədər sol gətirmişdim. Sonra hamısını şey eləməli oldum. Daha başqa yerə qoymalı oldum ki, sonra evdə çox yer eləyirdilər. Hətta qab-qacaqları da qoymamışam hələ ki. Qab-qacaqlar da başqa yerdədir. Və bəli, bu otaq da belə. Nəysə, buranı gərək doldurum. Çünki hal-hazırda qonaqlarımız yoxdur da. Hər an yeni ola bilərlər deyə gərək buranı əşyalarla doldurum. Biz hətta gəlin göstərimsə mən necə qoyardım. Ya da yox ya, onu birisi videoda edərim. Çünki videomuz artıq uzun olur. Nəysə dostlar və bəli, gəlin videonun sonuna gələk. Sağ olun. Gələn dəfəki videomuzda görüşmək üzrə və beləliklə də kameranı qapatıram. Bay bay. Bəli dostlar, gördüyünüz kimi bu videoda belə alındı. Əminəm ki, videom maraqlıdır. Yəni əgər maraqlıdırsa videomuz, videoya like atmağı və kanala da abunə olmağı unutmayınız. Narahat olmayın. Yaxında yeni videolar atacağıq və o zaman da hələ də göstərəcəyik ki,
Necə burada olmuşam bunu da göstərirəm. Yəqin ki, bazarlıq eləmə videosu olacaqdır gələcək videomuz. Yəni Riki ilə Lilinin bazarlıq videosu kimi olacaq. Nəysə sonra dostlar, sağ olun. Gələn videoda görüşmək üzrə. Əgər yeni videolar istəyirsinizsə, lütfən videomuza like atmağı və kanalımıza abunə olub yorum yazmağı unutmayın. Sağ olun. Sağ olun.